Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir ütün təmirə gətiriblər, tok gəlmir. Və belə bir ütün, belə bir filtri var. Knopkanı basırıq, üzərindən çıxır. Bu təmizləmək üçündür. Müştəri də indiyənəcən bilmirdi ki, belə bir şey var üzərində. İndi ortanın nəticəni bir yerdə izləyək. Qırağa qoyduq. Termostat işləyir, yanan hissə qoruyucudur. Burada yanan hissə bu hissədir. Detalın əvəzinə yeni detalla əvəz eləyirik. Termostat üzərinə əlavə elədik. Termostatı şkurka ilə təmizlədik və kislata ilə yuduq. Bu hissəni də yığdıq, yəni detalı qoyduq, bu hissələri də təmizlədik. Burada şurup bizdə problem yarattı, bunu da çıxartmışıq. 1, 2, 3 dənə daşı bura qoyduq, 2 ədəd daş bura qoyduq. Bu hissəni təmizləmişik. Üzərinə su əlavə elədik. İşığı yanır. Gücü götürür. Gücü söndürək. Spiral qızır. Önə su vurur. Tarım da verir. Necə lazımdır. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.